Bəs valideyn borcu nədən ibarətdir, Bahar xanım? Biz elə hesab edirik ki, uşağımıza yeməyi varsa, geyməyi varsa, yaşası varsa, valideyn öz vəzifə borcunu bitmiş hesab edir. Amma sizə mən deyim ki, bəşəriyyətə ən böyük dahiləri verən dövr hansı dövr olur? Antik Yunanistan dövrü olur. Niyə görə? Çünki o dövrdə bütün valideynlər varına yoxundan çıxırdı ki, uşaqlarını bir filosofun yanına qoysun. Repetitorun yanına yox, filosofun yanına qoysun. Ona görə də Sokratın tələbəsi Platon olub, Platonun da tələbəsi Aristotel olub. Aristotelin tələbəsi kim olub? Makedoniyalı İskəndər. 33 yaşında dünyanı fəth edib. Bütün Yunan fəlsəfəsini şərqə yaymış qeyri-adi bir insan olur. Ona görə valideynin borcudur uşağını şəxsiyyət olaraq yetişdirmək. Əsas ki, paralel xəttə gedir. Ya bunun biri tərbiyə ilə təhsildir, ya da bunun biri tərbiyə ilə sənət, şəxsiyyət olaraq yetişdirməkdə yanında. Uşağı gözləməməlisən ki, uşaq gedib 10-cu sinifdə oxuyub qutarandan sonra sən buna bir sənət verəcəksən. 6-cı, 7-ci sinifdən sonra uşağa baxırsan, görürsən ki, uşaq oxumaq istəmir, bunu məcbur eləmirsən, bunu sənətə qorsan. Çünki bu həm də onun boş vaxtında çöldəki cəmiyyətdən, xoşa gəlməyən radikallıqdan, narkotikdən, əxlaqı pozan, hamısından uşağın vaxtı olmamalıdır. Uşaq 6-cı, 7-ci sinifdə ya sənətə, ya savada. Bunu valideyn eləmək məcburiyyətindədir. Yəni bu, bunun borcudur. Amma Bahar xanım, bəzi valideynlər bəhsə-bəs girir. 6-cı sinifdən də lap başa düşəndə ki, uşaq artıq oxumur. Yenə də o filan kəsin uşağı oxuyur, mənimki də məcbur oxumalıdır deyərəkdən. Ta 11-ci sinifə qədər o uşağı məcbur oxuturur. Universitetdə qəbul olunur, o uşaq artıq məktəb qutar. Yəni bu valideynlərə məsləhətiniz nədir ki, hansı ki bəhsə-bəs olaraq uşağının qabındakının nə olduğunu bilə bilir, yenə də dirəşli bu uşaq sizə belə bir sual verim də. Sizin əgər problem yaranıb evdə, siz ümid dəvət edirsiniz ki, gəlin mənim evimdəki bu problemi həll edin. Ələsini öz sənətkarını çağırırsınız. Pol ustacısı, pol ustasını çağırırsınız. Bəli, təbii. Ətrafımızda gördüyümüz bu problemli uşaqların hamısı qaynağı ailədəndir. Ona görə də valideyn burada bir bunu peşəkarından məsləhət almalıdır. Mənim uşağım oxumur, mən nə eləyim? Düz deyil. Çox qəşəng, çox yox, heç vaxt özümüzü ağıllı hesab eləməyək, çünki bədəlini ağır ödəyirik. Keçən dəfə çox qəşəng bir fikir bildirdiniz valideynlər haqqında ki, əgər valideyn özündən mükəmməl, istəyirəm fikrin ardını siz özünüz ifadə edəsiniz. Ali bir varlıq yetişdirmirsən, onu dünyaya gətirməz. İnanın, o fikir məni o qədər düşündürdü. Yəni, keçən dəfədən də o fikir mənim ağlımdadır. Çox gözəl fikirdir ki, özün... Bax, uşaqlarının dərsi də o Nietzsche ilə Schopenhauer, amma o yaşlarına uyğun deyil. İndi aşağı siniflərə vermişəm, Sokrat da, Platon da, Aristotel də, amma özüm də sənətli film hazırlamışam. O vaxtda premyeri proqramını 6 ay oturdum, işlədim, onları hazırladım. Özüm hamısını hazırladım ki, yəni baxın, görün bir uşağı necə yetişdirmək lazımdır. Və sənətli filmin birində də dedim ki, oğluma məktublar, oğlumdan üzr istədim, öz övladımla. Siz? Bəli, mən. Çünki dedi ki, mama, bizi niyə gecikdirdin? Bizi qurlarımıza 5 il gecikdik. Bilməməzlikdən. Mən bilmirdim cəmiyyətin bütün qayda qanunlarını, hər şeyi bilmirəm ki. Çünki bilirsiniz, həmişə də deyirəm, ay valideynlər, siz birinci dəfə dünya uşaq gətirirsiniz və siz gündə bir paltar almırsınız ki, biləsiniz ki, hansı paltar yaxşıdır. Gündə bir yemək pişirmirsiniz ki, səhv eləyir, örgənəsiniz. Bu uşağın üstündə örgənməyin, o sizə bədəl ödətdirir. Öz ağır bədəl ödətdirir. Bəlli bir yaşdan sonra onsuz da ki, qocalmış bədən, ruhdan düşmüş can, ağrılar. Sən bilmirsən, uşağınla məşğul olasan, özünlə məşğul olasan. Bunu özündən güclü bir şəxsiyyət yetişdir ki, sən də bir sonraki həyatında özünlə məşğul olasan. Bahar xanım, çox maraqlı söhbət edirsən, amma biz